Amerika ve İsrail bir taraftan ve bir başka taraftan da İran rejimi askeri karşılaşmada ve cəngdədirlər. Bu savaşa veya cəngə fərqli pəncərələrdən fərqli fikirlər meydana qoyulur. Biz Türklər də istər istəməz bu savaşı öz pəncərəmizdən görüb və onu analiz etmə məcburiyyətindəyik. Ən mühüm faktorlardan bu savaşda İran İslam Cumhuriyyətinin hakimiyyət və baskı vasitələri qırılıb və məhv edilmədədir. Onlar nədir? Ordu və sipah. Bir baskıcı devlətin əlində olan vasitələr milləti və ya millətləri əzmək üçün nədir? Silahlı qüvvələr. Silahlı qüvvələr deyirəm, biz xalqlara, yəni qeyri-fars xalqlara və özəlliklə Türk xalqına İran devlətinin silahlı gücləri çox fərqli mənası vardır. Qeyri-farslar üçün, özəlliklə biz Türklər üçün İranın ordusu və sipah İran rejiminin xalqlara qarşı baskı, sərkub və sültə vasitəsidir, əbzarıdır. Bu vasitələr nə qədər əzilirsə, nə qədər bastırılırsa, nə qədər qırılırsa və məhv olursa, o qədər İranda yaşayan xalqlar öz azadlıqları üçün daha az sıxıntı altında mücadilə apara bilərlər. Və hətta deyərəm ki, əgərsə o ordu və sipah nə qədər zəifləyirsə, o qədər bizim azadlığa, yəni xalqların, qeyri-fars xalqların, özəlliklə Türk xalqının azadlığa yolu açılır, ya yolu hamarlanır. Bu açıdan savaşa baxdığımızda bir Türk xalqı kimi necə düşünməmiz bəlli olur. 1946-cı ildə İranın mərkəzi devlətinin ordusu, elə bu ordunun keçmişi də Azərbaycana milli hökumətimizi bastırmaq üçün göndərildi. Bu ordu elə o ordunun uzantısıdır, devamıdır. Nə qədər əzilirsə, nə qədər dağılırsa, nə qədər onun əlindən vasitələri elə bu bombardımanlar vasitəsilə alınırsa, o qədər gələcək İran mərkəzi devlət tərəfindən baskı qeyri-fars xalqlar üçün zəif olacaqdır və o vasitə ilə qeyri-fars xalqlar, o cümlədən Türk xalqı öz vətənində, Azərbaycanda bir yerel devlətin bərpa etməsinə daha çox şərait yaranacaqdır. Başqa tərəfdən İran İslam Cumhuriyyətinin siyasi liderləri bir tərəfdən və ordu mənsubları, komutanlar bir başqa tərəfdən gündə vurulmada, zəifləmədə və öldürülmədədirlər. Həmanlar ki, keçən 47 ilin ərəfəsində xalqlara və onların mübarizəsinə qarşı ölüm fərmanları verib və əllərindən gəldiyi qədər də həbsə vermişlər, şikəncə etmişlər, sonra da çoxları edam olmuşlar. Bu baxış açısından bu savaşda İran ordusunun zəifləməsi, İran rejimi ciddi zərbələr alması bizim xalqımız üçün olumlu və müsbət bir hadisədir. İranda xalqlara qarşı yapılan işgəncələr, baskılar, sıxıntılar, ayrı seçkiliklər, təbizlər bu rejimə qarşı necə qarşılıq ala bilib və ya mücadilə ola biləcəkdir ki, bu dərəcədə rejimin rəhbərləri, hətta ali rəhbərləri və orduya mənsub fərmandehlər və ya komutanlar direkt hədəfə tutulub və öldürülürlər. Bir başqa sadə bir sual da var. Əcəba bir dini devləti çevirib devirmək üçün xalqların, İranda yaşayan xalqların gücü o devləti çevirib devirə bilərmi? Yəni bir dini devləti xalqın qiyamı ilə dəyişib devirmək ola bilirmi? Bu suala iki cavab var. Bir seri insanlar düşünürlər ki, əlbəttə onlar xalq mücadiləsi ilə, inqilabla, bəzi öz iradəsində dayanmaqla bu rejimi dəyişə bilər. Amma mən heç elə düşünmürəm. Yəni bir dini devləti xalqın və ya xalqların qiyamı ilə çevirib devirmə mümkün deyildir deyə düşünürəm. Bir nümunəsi Talibanlardır.
Bir nümunəsi Daesh idi. Əraqla Suriyə içində. Hər ikisi də xarici qüvvənin hücumu ilə aradan getdilər. İndi o nümunələrdən, yəni dini devletlərdən biri də İranda hakim olan rejimdir. Bu yalnız dini bir devlet deyil, bəlkə nasyonalist teokratik bir devlettir. Yəni nasyonalizmə dayanan dinçilik əsasında siyasət aparmaqdadır. Bir mənada iki qatlı zülmə məruz qoyan bir devlettir. Mesela Şah zamanında yalnız nasyonalistik, şovinisti bir hakimiyyət vardı. Nasyonalizm açıdan millətlərimizi həqarətə, ayrıseçkiliyə, təbrizə və ya baskıya məruz qoyurdu. İndi isə Cumhur İslamı gələndən baskını, sıxıntını, ayrıseçkiliyi dinə də bürəmiş bir halı vardır. Yəni mərkəz toplumunun dini kəsimi bugün İranda hakim bir durumdadır. Bu savaş ister istemez dini devleti İranda sıkıntı altında koyup dini devlete hatta eğer savaş sıkıntısı daha çok alırsa hatta bu devletin gayri dini veya seküler bir devlete çevirmesine ciddi eser koyacaktır. Bura kadar 3 faktör koymuşuk meydana ki 3 faktör Türk xalqının uzun müddətli hədəf və stratejisini, yəni istəyini və çıxarını təmin edir. İndi isə bir iş qalır. Yəni işin bu ciddi bölümlərindən biri qalır. O nədir? Bu savaşın ərəfəsində və ya bu savaşın sonucu bu rejimin çökməsi ilə sonuclanırsa, acaba Azərbaycanda siyasi qüvvələr Azərbaycanın güvənliyini qorumaq və Azərbaycanda bir yerel devlətin bərpası etməsi üçün hazırlıq varmı? Hamımız bilirik ki, buna hazırlıq yoxdur. Yəni bizim ən zəif nöqtəmiz siyasi cəhətdən təşkilatlarımızın güclü formada meydanda olmamasıdır. Və indi də həqiqətən təşkilat bərpa edib, reklamı təbliğat edib, təşkilatların güclənmə və formalaşmasına zaman yoxdur deyə düşünmək lazımdır. Üçün rejimin çökməsi bir gecə, bir anın içində ola bilər ki, Azərbaycan ona hazırlanmalıdır. Xüsusilə bu durumda ki, İran rejimi bir türlü değişime gedəcəkdir deyə düşünməyimiz lazım və ona hazırlıq yapmaq lazımdır. Bu işdən ötür ən əlverişli yol hər şəhərdə və ya kəndidə və ya balaca şəhərdə xalqımızın ağsaqqalları, bilərləri, qələm sahibləri, siyasət bilənləri bir araya yığışıb ağsaqqallar və ya ağbircəklər şurasını bərpa etməklə toplumu organize etmək üçün ilk addımı atmış olacaqlar. Həmin ağsaqqallar və ağbircəklər şurası hər şəhərdə, hər kəndidə bərpa olmalı və qərar verici bir mərkəzə çevirməlidir şəhərdə. Yəni gənclər də o mərkəzin, yəni o şuranın sözlərini dinləməlidirlər. Və o şuralar, yəni ağbirçək və ağsaqqallar şurası hər şəhərdə Azərbaycanda və ya Azərbaycandan xaric Türk şəhəri və ya kəndi, balaca şəhər ya böyük şəhər özünü idarə etmək üçün, öz güvənliyini, əmniyyət qorumaq üçün öz bölgəsində ağbirçəklər və ağsaqqallar şurasını bərpa etməlidir və gənclər onların sözləri ilə bu güvənliyi, bu əmniyyəti təmin etməyə çalışmalıdırlar. Siyasi təşkilatlar ilk öncə o şuralarla ağsaqqal və ağbirçəklər şurası ilə işbirliyinə başlaması və o vasitə ilə toplumda özlərinə yer açması lazım və özlərini münasib siyasətlərlə xalqımıza tanıtdırmaq lazımdır. Və bu vasitə ilə həm ağsaqqallar və ağbirçəklər şurası bir tərəfdən və bir tərəfdən də siyasi partilər toplumda siyasi organizə olmaq üçün bərabərcə çalışma və bərabərcə yürüməlidirlər. Əcəba bizim xalqımızda belə bir hazırlıq varmı? Əcəba bizim adın çəkdiyim ağsaqqallar
və Ağbirçəklər Şurası, yəni toplumumuzun bilərləri, yazıçıları, siyasetsevərləri, sayğı sahib olanları, tanınmışlar bir araya gəlib hər şəhərdə, hər bir türk şəhərində bir araya gəlib və öz camiəsini, yəni öz şəhrini idarə etmək üçün, rəhbərlik etmək üçün hazırlıqları varmı? Bu mövzuya hər kəs bu gündən hər bir balaca və ya böyük şəhərdə yaşayırıqsa və ya bir kəndə yaşayırıqsa, bu gündən bəzi işləri görməlidirlər, bəzi qədəmləri atmalıdırlar. Bir-biri ilə pıçıldaşma vasitəsilə, özləri bilən dillə bir araya gəlməliyik deyə danışıb, düşünüb daşınmalıdırlar və işlər necə yönətilə bilər, işlər necə önə aparıla bilər, onlara düşünüb və əllərindən gəldiyi qədər bəzi addımları ya müqəddəmati addımları atmağa çalışmalıdırlar. Əcəba Azərbaycanda və ya hər bir türk şəhər və kəndində belə bir iş görməyə İran rejiminin çökmə anında hazırlıq varmı? Hazırlıq yoxdursa, indidən bir iş görmək lazımdır. İndidən bizim öncüllərimiz, ağsaqqallarımız, ağbirçəklərimiz, yazarlarımız, məsuliyyət hiss edənlər, siyasi fəallarımızın hamısı pıçıldaşmaqla bir-birinə yaxınlaşmalı və adın çəkdiyim Ağsaqqallar və Ağbirçəklər Şurasının bərpa olması üçün çalışmaq lazımdır, fəaliyyət etmək lazımdır, bir iş görmək lazımdır. Ən azı bir-birinizlə başlayıb danışmaq və İranda siyasi xətərləri nəzərə alaraq gələcəkdə və gələcək günlərdə nə etməliyik deyə bir-birinizlə pıçıldaşmağınız lazımdır. Yoxsa gələcək xalqımız üçün, Azərbaycan üçün heç yaxşı olmaz.